Bir çox insanlar yüksək hərarət gördüyü zaman antibiotik təyinatına başlayır. Ya özləri qəbul edir, ya uşaqlarına antibiotik verirlər. Lakin bu tamamilə səhvdir. Çünki yüksək hərarətin səbəbi bir çox vaxtlarda viruslar olur və antibiotiklər yalnız bakteriyalara təsir göstərir. Gəlin sizə antibiotikin təyin edib edilməməsinə görə kiçik analizdə bir ipucu verim. Deməli, hərarətin 3-cü, 4-cü günü qanın ümumi analizinə baxırıq. Qanın ümumi analizində əgər, baxın, bakteriya E hərfi belə yadımızda saxlayırıq. Əgər leykosit və neytrofil yüksəkdirsə və limfosit aşağıdırsa, bu o deməkdir ki, bakteriyalı infeksiyadır. Əgər virus mənşəlidirsə, bu zaman limfosit yüksək, leykosit və neytrofil aşağı olacaq. Bu o deməkdir ki, antibiotik yalnız leykosit, neytrofil yüksəkliyində təyin oluna bilər. Amma onu da qeyd edeyim ki, antibiotik yalnız həkim tərəfindən təyin olunmalıdır. Çünki bəzən bir analizlə kifayətlənmək olmaz. Mütləq kliniki halda nəzərə alınmalıdır.